İstehlakçıya təbii qazın verilməsi hansı hallarda dayandırılır? Qaz təchizatı haqqında Azərbaycan Respublikasının qanununa əsasən istehlakçıya təbii qazın verilməsi ödəniş gecikdikdə, istehlakçının müvafiq yazılı müraciəti olduqda, məhkəmənin qərarı ilə, qaz satıcısı ilə müvafiq müqavilə bağlamadıqda dayandırılır. Eləcə də istehlakçı müayinə keçirilməsinə maneə törətdikdə və ya şərait yaratmadıqda, müayinə və texniki xidmətlə bağlı tələblər yerinə yetirilmədikdə, qaz qurğusu texniki reqlamentlərin tələblərinə cavab vermədikdə, təhlükə potensiallı obyektlərdə texniki normativ hüquqi aktların tələblərinin pozulması hallarında istehlakçıya təbii qazın verilməsi dayandırılır. Qazın verilməsi qəza işləri zamanı, yanğının və ya qaz sızmasının qarşısı alındıqda və təmir profilaktika işləri zamanı da dayandırıla bilər. Mövcud qanunvericiliyə görə dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar zamanı da qaz təchizatının dayandırılması nəzərdə tutulur.